Təsəvvür edin, qədim Yunanistan, dünyanın ən güclü insanıyla heç nəyi olmayan bir filosof qarşı-qarşıya gəlir. Bir yanda bütün Asiyanı fəth eləmiş, gənc, iddialı, Makedoniyalı İskəndər. O biri yanda isə Afinanın ortasında gil bir çəlləyin içində yaşayan, cəmiyyətin bütün qaydalarını heçə sayan Diogen. Bu sadəcə iki adamın görüşü değildi. Bu, iki fərqli dünyanın toqquşmasıydı. Yaxşı, gəlin bu heyrətamiz hekayəyə başlayaq. Düşünün bir, dünyanın hakimi İskəndər bütün heybəti ilə qarşınızda dayanıb və deyir ki, məndən nə istəyirsən dilə. İmperatorluqlar, qızıl, şöhrət, hər şeyi təklif edə bilərdi. Amma Diogenin cavabı, yəqin ki, tarixin ən cəsarətli və ən gözlənilməz cavabı oldu. Bəli, bir istəyim var. Günəşimdən çəkil. Baxın, bu sadəcə bir xahiş değildi. Əslində bu bir manifest idi. Sərvətin də, gücün də zərrə qədər dəyərinin olmadığını, həqiqi azadlığın isə heç bir şeyə ehtiyac duymamaq olduğunu bir cümlə ilə üzə vuran bir fəlsəfə. Yaxşı, bəs belə bir cavabı verməyə cürət edən bu adam kim idi? Onu bəlkə də ən yaxşı təsvir edənlərdən biri elə öz dövrünün nəhəng filosofu Platon olub və Platonun ona verdiyi ləqəb əslində hər şeyi izah edir. İndi biz də bunun səbəbini anlamağa başlayacağıq. Platonun bu sözü əslində həm təhqiridir, həm də bir tərif. Çünki Sokrat cəmiyyəti iti məntiqi ilə sorğu-sual edirdisə, Diogen bunu bütün varlığı ilə, bütün həyatı ilə etməyi seçmişdi. O, Sokratın prinsiplərini götürüb, onları ən son, ən ekstremal həddinə çatdırdı. Yəni o, fəlsəfə haqqında sadəcə danışmırdı, o, fəlsəfənin özü kimi yaşayırdı. Amma onun hekayəsi heç də belə başlamamışdı. O, Sinopda zəngin bir ailədə doğulmuşdu, atası pul kəsən zərbxanaya rəhbərlik edirdi. Amma pulun dəyərini aşağı salmaq, yəni saxta pul kəsmək qalmaqalından sonra Diogen sürgün edilir. Və o, bu cinayəti, bu rüsvaçılığı götürüb, çevirdi bir fəlsəfi çağırışa, cəmiyyətin bütün saxta dəyərlərini rədd etmək üçün bir fürsətə. Sürgün onun üçün bir faciə olmadı, əksinə bütün dünyəvi bağlardan qopmaq və həqiqi azadlığa çatmaq üçün bir bilet oldu. Afinaya gələndən sonra bir gün oturub bir siçanı izləyir və birdən ağlına bir fikir gəlir. Baxır ki, bu siçanın heç nəyə ehtiyacı yoxdur. Nə xüsusi bir yatağa, nə də başqa bir şeyə. Hər şəraitə uyğunlaşır, hər yerdə özünə bir məskən tapır. Və məhz o an Diogen başa düşür ki, onun da ənənəvi bir evə ehtiyacı yoxdur. Beləcə, Afina bazarının düz ortasında, böyük bir gil çəlləyin, yəni Pitosun içində yaşamağa başlayır. Yaxşı, bəs bu qədər çətin həyat tərzinə necə dözürdü? Onun bir növ gizli silahı var idi. Askesis deyilən bir metod. Bu sadəcə özünü hər şeydən məhrum etmək demək deyil, əsla. Bu, fəzilətə çatmaq üçün özünü həm fiziki, həm də zehni cəhətdən polad kimi möhkəmləndirmək idi. Məqsəd o idi ki, elə bir daxili gücə çatsın ki, talihin heç bir zərbəsi, heç bir çətinlik ona təsir edə bilməsin. Və bu boş-boş sözlər deyildi. Həqiqətən də bunu edirdi. Qarda ayaqyalın gəzirdi. Qışın şaxtasında gedib buz kimi heykəlləri qucaqlayırdı, yayın istisində isə özünü qızmar qumun üstündə yuvarlayırdı. Bütün bu məşqlər ona bircə şeyi öyrədirdi. İnsanın xoşbəxtliyi üçün nə rahatlığa, nə də zənginliyə ehtiyac var. Əsl güc sənin daxilindəki möhkəmlikdən gəlir. İndi isə gəlirik ən maraqlı hissəyə. Diogen bu sərt fəlsəfəsini cəmiyyətin o mənasız, absurd qaydalarını ifşa etmək üçün necə istifadə edirdi? Deməli, o, ictimai performansı və şok effektini özünün fəlsəfi alətlərinə çevirmişdi. O dövrdə Platonun akademiyası, bilirsiniz, Afinanın intellektual mərkəzi idi və Platon insan nədir sualına öz məşhur tərifini vermişdi. İnsan lələksiz iki ayaqlı məxluqdur. Hamı da bunu alqışlayırdı. Bu, o dövrün abstrakt, nəzəri fəlsəfəsinin mükəmməl bir nümunəsi idi. Amma Diogen üçün fəlsəfə kabinetlərdə deyil, həyatın özündə olmalıydı. Və Diogenin cavabı əfsanəvi oldu. Gedir bir xoruz tapır, onun bütün lələklərini yolur və Platonun mühazirəsinin ortasına tullayaraq qışqırır. Budur Platonun insanı. Deyilənə görə bu hadisədən sonra Platon tələm-tələsik öz tərifinə bir əlavə etməli olub və geniş, yastı dırnaqları olan. Baxın, bu sadəcə bir zarafat deyildi. Bu, o quru, abstrakt fəlsəfiyə indirilmiş, kəskin və umudulmaz bir zərbə idi. Diogenin ən məşhur hərəkətlərindən biri də, yəqin ki, hamınızın eşitdiyi o hadisədir. Günün günorta çağı, Afinanın ən qələbəli bazarında Diogen əlində yanan bir fənərlə gəzir.
Adamlar təəccüblə ondan soruşanda ki, nə edirsən? Cavab verirdi, mən bir insan axtarıram. Yəni, həqiqətən müdrik, dürüst, cəmiyyətin yalanlarından təmizlənmiş birini axtarırdı. Bu hərəkəti ilə ətrafındakı insanların üzünə sanki bir güzgü tuturdu. Əlbəttə, bu cür davranışlarına görə ona it ləqəbini qoydular. Elə bizim işlətdiyimiz kinik sözünün kökü də Yunanca itə bənzər mənasını verən kinikos sözündən gəlir. Amma Diogen bu təhqirdən incimədi. Əksinə onu bir fəxr ilə daşıdı. Deyirdi ki, başqa itlər düşmənlərini dişləyir, mən isə dostlarımı xilas etmək üçün dişləyirəm. Yəni o özünü cəmiyyətin səhvlərinə hürən bir gözətçi iti kimi görürdü. Bütün bu hekayələr elə bilməyin ki, qədim dövrlərdə qaldı. Əslində, Diogenin ideyaları bugün bəlkə də heç olmadığı qədər aktualdır. Xüsusilə də minimalizm və sadə həyat tərzi kimi cərəyanlarla inanılmaz dərəcədə səsləşir. Onun minimalizmi o qədər dərin idi ki, düşünün, bir gün görür ki, bir uşaq ovcuyla su içir və o an dərhal öz taxtaqabını yerə atır və deyir, bir uşaq sadəlikdə məni geridə qoydu. O hadisədən sonra onun sahib olduğu yeganə şey əynindəki əbası idi, cəmi bir əşya. Amma gəlin düz danışaq. Diogenin minimalizmi bizim bugünkü anladığımız o estetikaya əsaslanan minimalizmdən köklü şəkildə fərqlənirdi. Onun üçün bu sadəcə daha az əşyaya sahib olmaq deyildi. Bu, arzuların özündən azad olmaq idi. Məqsəd səliqəli, gözəl bir ev yox, heç bir şeyə ehtiyac duymayan sarsılmaz bir ruh idi. Həqiqi azadlıq daxildən gəlirdi, xaricdən yox. Əslində, Diogenin bütün həyatı bizim bugün könüllü sadəlik dediyimiz bir prinsipin canlı bir nümunəsidir. Yəni daha çox şeyə sahib olmaq yarışından çıxıb, əsl məmnuniyyəti başqa şeylərdə tapmaq. Müasir araşdırmalar da bu yolun insanı daha xoşbəxt etdiyini təsdiqləyir. Amma Diogen bunu bizə tam 2300 il əvvəl göstərmişdi. Yaxşı, bütün bunlardan bizə nə? İndi gəlin Diogenin fəlsəfəsinin əsas mesajını birbaşa özümüzə, bugünkü həyatımıza ünvanlayaq. Bir dəfə ondan soruşurlar ki, haralısan? Diogenin cavabı o dövr üçün ağlasığmaz dərəcədə radikal idi. Mən dünya vətəndaşıyam. O, millət, şəhər, sosial status kimi bütün kimlikləri rədd edirdi. Universal bir insanlıq bağına inanırdı. Onun üçün sərhədlər süni bir şey idi, əsas olan isə sadəcə insanlıq idi. Yəni, məsələ gedib bir çəlləkdə yaşamaq deyil, əsla. Diogenin əsl gücü, cəmiyyətin bizə sırdığı o lazımsız qaydaları, mənasız təzyiqləri və saxta arzuları görmək və onlara yox demək cəsarətindən gəlirdi. Məsələ onun kimi yaşamaq deyil, məsələ onun kimi düşünməkdir, həyatımızdakı hansı dəyərlərin əslində tamamilə dəyərsiz olduğunu anlamaq. Və beləcə bu təhlili bircə sualla yekunlaşdıraq. Diogenin o vaxt sikkələrin dəyərini aşağı saldığı kimi, sizin həyatınızda da dəyərini çoxdan itirmiş, amma sırf adət olduğu üçün hələ də riayət etdiyiniz hansı qayda, hansı norma var? Bəlkə də hər birimizin içində oyadılmağı gözləyən biraz Diogen var.